Tbilisi'də keçirilən Avropa çempionatında biz Minayət müəllimlə istəyirik söhbət edək. Hidayət Heydərovun atasıyla. Minayət müəllim, necə keçdi? Oğlunuz necə güləşdi? Razısınızmı onun çıxışından? Görüşlər çox çətin oldu. Yaxşıdır, güləşdi. Biraz indi burada hakimlər sözlə bizə biraz yox özdə əməlli başlı. İmkan vermədilər ki, onu birinci yeri götürsün. Teymol orada birinci də finalda o Gürcü idmançısı inandı. Onu da ki o 4 dəfə ona qalib gəlib. Bir dəfə də hələ Laşa onu udmayıb. Qismət belə oldu. Gəldi sudyaların köməkliyi ilə qələbəni verdilər. Xəbərdarlıq düşməyə Laşa, Şəftandaş. Prinsipcə eybi yox. Amma mən düşünürəm ki, əsas nədir? Azarkeşlər bizdən nəyi gözləyirlər? Hidayət formanı yığır. Bəli. Və Avropa çempionatının finalına çıxdı və bu deməkdir ki, oktyabrda Bakıda Hidayət inşallah qızıl üçün vuruşacaq, özdə favoritlərdən biridir. Bəli, mütləq. Elə Allah qoysa gündən sonra o köklənəcək oktyabr ayında Bakıda keçirilən dünya çempionatına Allahın köməkliyi ilə göydə Allah yerdə Hidayətin və məşqçilərin birgə əməyi nəticəsində qızıl medala inşallah qalib gəlib ikinci dəfə Hidayət dünya çempionu olacaq Allah qoysa. Minaj müəllim, bir şey də düşündürür məni. Hərdən bir oğlunuzu tənqid edirlər. Bir ata kimi necə baxırsınız bu işlərə? Mən ona çox yaxşı yanaşmıram. O biraz necə deyərlər, onun hamı bilir ki, o biraz həmişə istəyir ki, diqqət onun üstündə olsun. Bu jurnalistlərdə mən çox xahiş edərdim ki, onun üstünə çox getməsinlər. O biraz tez inciyir ona görə. Xahiş edirəm, mən də bir ata kimi onun üstünə çox getməsinlər. Minayət müəllim istifadə edib, məni görüb, necə deyərlər, o xahiş elədi. Ümid edəyək ki, başqa bizim həmkarlar da bunu eşidəcək. Mən eşitdim. Hidayət, buradan baxırsansa, videomuza sonra baxırsan, sənə söz verirəm ki, çox sənin üstüne getməyəcək. Oldu Minayət müəllim? Hidayətə uğurlar inşallah və görək qabaqdan nə yarışlarımız var və nə qələbələr olacaq. Allah qoysa